Salam aleykum. İnşallah bugün beldə qrıja haqqında danışmaq istəyirəm. Kimin belində qrıja var, yırtıq da deyirlər, yırtıq. Sonra beldə disklərin sürüşməsi, sonra onurğanın arasında sinirlərin sıxışması, beldə protuziyalar, əzələlərin qabarması, bütün hamısı, beldə olan bütün problemlər. Sonra kimdə osteoxondroz varsa, bax, qulağında səs, küy, beyinə qan qidalanmır yaxşı, ona görə bu şeylər baş verir. Bir dənə hərəkət göstərəcəm sizə. Demək, Kassuz Nişinin hərəkətidir bu. Bunu mən çox bəyənirəm. Çünki çox fayda görmüşəm. Çox insanlar da bundan sağalıb Allahın izni ilə. Neçə insanlara demişəm, belində olan bütün problemlərdən azad olublar. Həmçinin mənim özümdə vaxt var idi ki, corabı giyinə bilmirdim ayağıma. O cür ağrı olurdu belimdə. Yırtığı var idi. O da aradan qalxdı, getdi. İnşallah bu göstərim sizə Allahın izni ilə bütün hamı götürsün, faydalansın. 90 yaşında insan da bunu eləyə bilər, hamı eləyə bilər. Çox sadə bir dənə hərəkətdir. Kassuz Nişinin bütün hərəkətlərini bilirəm. Sadəcə olaraq ən bəyəndiyim budur. Bu çox xoşuma gəlir. Allah demək ümid balamızla bu videonu çəkirik. Mənə yardım eləyəcək bu çəkməkdə. Demək, bunun üçün bizə bax bu əlində görürsüz, bu plastik turbadır. Kəsdirmişəm balaca. Üstünə də dəsmal dolayırsınız ki, boynunuzu əzməsin. Bir dənə bu lazımdır bizə. Taxtadan da eləyə bilərsiniz. Əgər o da yoxdursa, hamam dəsmalı götürürsünüz, böyük hamam dəsmalı. Onu qəşəng bükürsünüz boynunuzun altına qoymağa. Mən Kassuz Nişinin demək bütün idmanlarını eləyirəm. Sadəcə olaraq ən bəyəndiyim budur. Çünki bundan çox fayda görmüşəm mən. Mənim belimdə yırtığı var idi, sonra sinirlər sıxışmışdı. Boynum duzlaşmışdı, osteoxondroz deyirlər. Yəni qulağımda səs, küy, beyinə qan yaxşı işləmirdi. Bir dənə bu hərəkətlə bütün Allahın izni ilə bütün hamısı getdi. Ümidimi uzan bir dənə o qoy boynunun altına mən göstərim. Ayaqları da birləşdir. Ay sağ ol. Demək bax indi elə bil ki, bunu mən sizə göstərirəm, hamıya aydın olsun. Elə bil bax məsələn üçün deyək ki 20-20 eləyəcəksinizsə, bu məsələn turbanı bir dəfə buradan qoyursunuz, bir dəfə buradan qoyursunuz, bir dəfə biraz yaxınlaşdırırsınız ki, boynunuzda olan duzları hamısının əssin, orada dağılsın. Yəni ora bərpa eləsin hamısını. Ümid idmanı da elə göstərə bir də inşallah. Sən başa salmışdın necə eləyəcəksən, ha. Bir də elə. Ay sağ ol, ha. Bax elə bir bundan bəsdir. Demək bundan mən məsələn üçün gündə 1000 dənə eləyirəm. İndi kimsə az eləyə bilər, biraz çox eləyə bilər, 50 dənə eləsin, 100 dənə eləsin. Yəni bunu hər gün eləyin. Belinizdə belə yırtıq olsa, nə olur, əzələlərin qabarmağı, hamısı inşallah bundan gedəcək. Bir təxmini 4 ay, 5 ay, 6 ay eləyin. Yəni bunu həyatınıza salın bu şeyi. Bütün beldə olan problemlər, boyunda osteoxondroz, sonra qulaqda səs, küy. Bir də görsən riski məsələn üçün yerindən anidən durursan, məsələn yuxudan duranda adamın gözlərinin qabağı qaralır. Bax bunlar məsələn üçün gecə yatırsan, əlin, qolun keyiyir. Çünki boyundan keçən damarlar hamısı tutulub. O turba ona görə ora qoyuruq ki, turbanı, plastik turbanı, orada olan duzları hamısını əzib dağıtsın. Bax belə. Allah bütün xəstələrə şəfa versin, bizlər də onun içində. Xahiş edirəm hamımızdan və Ümidin və mənim bu zəhmətimi hədər eləməyin də. Videonu gördünüzsə, bəyənin, paylaşın. Həm də insanlar görsün. Ümid sonda bir dənə də elə baxsınlar. Əli o aysa qoysun və əksinə, hə. Ay sağ ol. Bax bunu yəni Ümid bala, yəni Ümid neçə yaşın var sən? 13 yaşı var, bunu eləyir. Yəni bu 90 yaşında insan da eləyə bilər. Bütün hər kəs eləyə bilər. Qadın da, kişi də. Allah hamıya kömək olsun. Çox sağ ol Ümid.